Bəli, Avropa son 10 illiklərin ən anormal isti hava dalğası ilə mübarizə aparır. Hazırda meteoroloqların isti qüvvəsi adlandırdığı yüksək atmosfer təzyiqi qitənin qərb və mərkəzi hissəsində rekord temperatur göstəricilərinə səbəb olub. Almaniyada rəsmi olaraq iyun ayı üçün tarixi rekord 41 dərəcəni ötmüş bir isti qeydə alınıb. Paytaxt Berlində də daxil olmaqla bir çox bölgələrdə ən yüksək xəbərdarlıq səviyyəsi elan olunub. İsti hava infrastruktura da ciddi təsir göstərir. Qeyd edim ki, magistral yollarda asfaltın sıradan çıxması qeydə alınıb və Milli Dəmir Yolu operatoru sərnişinlərə qatarlara təzyiqi azaltmaq üçün səfərlərini pulsuz ləğv etmək hüququnu verib və bəzi regional qatarların hərəkəti isə ehtiyat tədbiri olaraq dayandırılıb. Qonşu Fransada vəziyyət daha gərgindir. Paytaxt Paris və ətraf vilayətləri əhatə edən İl-de-Frans bölgəsində 24 saat ərzində xəstəxanalara müraciət edənlərin sayı kəskin artaraq 3000 nəfəri keçib. Parisin əsas tibbi müəssisələrində xüsusi hazırlıq rejimi elan olunub və ölkə üzrə onlarla departamentdə qırmızı xəbərdarlıq səviyyəsi qeydə alınıb. Və Böyük Britaniya, Danimarka və İsveçrədə də iyun ayı üçün temperatur rekordları yenilənir. İsveçrədə atom elektrik stansiyası çay suyunun temperaturunun yüksəlməsi və reaktorların soyudulmasının qeyri-mümkün olması səbəbindən işini dayandırıb. Sinoptiklər isə isti hava dalğasının tədricən Avropanın şərqinə doğru hərəkət edəcəyini proqnozlaşdırırlar. Belə mənim çatdıracaqlarım bunlar idi. Buyurun, söz sizdə. Təşəkkür edirik.